And içirəm həm gördüklərinizə və həm də görmədiklərinizə. Bu, möhtərəm bir elçinin sözüdür. O, şair sözü deyildir. Necə də az inanırsınız. O, kahin sözü də deyildir. Necə də az düşünürsünüz. O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir. Əgər Muhammed bəzi sözləri özündən uydurub bizə aid etsəydi, biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi. Həqiqətən bu Qur'an müttəqilər üçün bir nəsihətdir. Aranızdan Qur'anı yalan sayanlar olduğunu da bilirik. Həqiqətən bu, kafirlər üçün bir peşmançılıqdır. Sözsüz ki, bu Qur'an əsl həqiqətdir. Elə isə, böyük Rəbbinin adına təriflərdir.